Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-də onun çağıdır. Onun çağının bu dəfəki qonağı filosof yazıçımız Əlisə Nicatdır. Əlisə Nicatla bir sıra mətləblərdən, məsələlərdən danışmışıq. Söhbəti çox uzatmadan sözü verirəm Əlisə Nicata. Əlisə müəllim, Nadir Şah-Əfşarla bağlı soruşmaq istəyirik. Həm döyüş meydanında, həm diplomatiyada necə bir sərkərdə diplomat olub? Nadir Şah diplomat kimi heç nə olub. Gedib Hindistandan orada neçə ton, 100 ton qızıl brilyant yığıb gətirib bura qoyub, bu qaldı Farslara qaldır da qazancımı. Qazancı Azərbaycandan üst tutub getdi, o boyda Hindistanı aldı, işğal elədi. Onun oturdu şahı ilə, Hindistan şahı ilə söhbət eləməyə, bir də baxdı bunun başında boyda brilyant, dünyanın en büyük brilyantı. Bu Hind şahının. Dedi, o nedir, onu ver mənə. O da dedi, qurbandır sizə. Çıxartdı papağının həmin brilyant zadı, o bəzəyi ulduzu verdi Şah İsmail'e. Verdi Sultan Nadir Şah. Nadir Şah da getirdi, İran'daydı. İran'da onu sonra İran fanatikleri Griboyedovu Tehran'da öldürenden sonra şah korkusundan dedi Rusya tezden İran'a hücum eləyəcək. Korkusundan o brilyantı gönderdi Pyotr'a. Şimdi Pyotr dövründe kimi, hansı Rus şahının dövründe Pyotr deyəsən. Gönderdi ona ki İndi o hemen böyük dünyanın en büyük brilyantıdır. Yekaterina dövrü olub deyəsən. Ha, Yekaterina. O indi Moskvadadır. Moskvada muzeydə qorunur. Nadir Şah kimi sərkərdə dünyaya gəlməyib. Napolyondan da qüdrətli, nə bilim, başqa müqayisə eləsi bir zad yoxdur. Sərkərdə yoxdur. Amma diplomat kimi əlbəttə elə zad olmayıb. Çünki Azərbaycanın durub bölüb Qafqazı aldığı yerləri əyalətlərə bölüb, Gürcüstan da bir əyalətidir. Durub azığından, Borçalı tərəfindən buna itaat eləməyiblər yaxşı. Yaxşı itaat eləməyiblər, acıqlanıb Borçalını verib Gürcüstan əyalətinə. Özünün Nadir imperiyasının Gürcüstan əyaləti olub. Qatıb bunu Gürcüstan əyalətinə, Gəncə vilayətinə yox, başqa Şəki vilayətinə yox, Azərbaycan vilayətinə, Qarabağ vilayətinə yox, Gürcüstan, Gürcü vilayətinə qatıb bunu. Və o vaxtdan da təmiz Azərbaycan torpağı olan Borçalı qalıb Gürcüstanda, indi də onların əlindədir, indi də onların zülmün. Bu cür səhvləri çox olur Nadir Şahın, sayı hesabı yoxdur. Gecə özünü öldürüblər necə onu çadırda, o da öz səhvi uzundan. Çünki özünü müdafiə mühafizəçilərini hədəliyib, qazar kimi. Adam da öz mühafizəsi, bu adam sənin qaroluğu çəkir. Gecə səhərə kimi dayanır qapıda, səni qoruyur. Sən buna necə deyərsən ki, səhər səni edam eləyəcəyəm, bax, oradan səni dardan astıracağım. Bu mühafizəsi nə deyib? Özü də qohumu olub onun. Nadir'in qohumu olub bu adam. Və durub yatandan sonra gecə həmanın qohumu, mühafizəçilərinin başçısı bir dəstə adamla soxulurlar bunu otağına da, bu qoruyur da. Durublar ciyən kimi başına bir qılınc vurub, ondan da Nadir Şah, ondan görə cavan ölür. Nadir Şah qalsaydı, inan ki bütün Avropanı, Asiyanı alacaqdı. Mümkün deyil, cavan adamdır, hələ inir. Onun sərkərdəliyi, dahili, sərkərdə kimi qüdrətini ikinci belə bir Sultan Səlim zad bunun yanında heç nədir. Hamı Rusiya bu taxta gələn kimi Rusiya yavaş-yavaş gəlirdi. Elə ki gördülər bu şeyi ayağa qalxdı, hamı Rusiya Qafqaza o qədər Yekaterina əmri ilə Ruslar hamı qoyub qaçdılar, təmizlədilər, döyüşə girməyə bundan mümkün deyildi. Belə bir adamın Nadir Şah, amma həman o diplomatik səhvləri nəticəsində özü də cavan yaşında həlak oldu. Bir çoxları hesab edir ki, Nadir Şah-Əfşar Türk yox, Fars hökmdarıdır. Buna münasibətiniz necə? Əfşar təmiz Türk xalqıdır.
Türk tayfasıdır. Bu bir. Bəli. İkincisi ki, bunlar ömründə farsça danışmırlar. Necə Şah İsmail 100 il Şah İsmail oğlu, oğlanları, nəsli 100 il sarayda bir kəlmə farsça danışan olmuyor. Bir dənə farsça olmuyor. Eyni zamanda Nadir Şah haqqında o şey farslar xeyli gəlmişdilər, yaxınlaşmışlar, dolmuşdular Təbrizə. Paytaxt Təbrizdir də əvvələn. Sonra oğlanların, nəvələrinin zamanında əvvəl Qəzdün elədilər, sonra köçürdülər İsfahana. Orada farslar sonra gəldilər. Nadir Şahın farslara heç bir əlaqəsi yoxdur. Heç farslara da aid heç bir daxili yoxdur. Hərsəndir ki, gözəl, yaxşı onun heykəllərini qoyublar. Bir dəstə atlı ilə Nadir Şah qabaqda qoyublar. Amma Şah İsmailin heykəli qoymurlar. Çünki Şah İsmail də tərtəmiz Azərbaycan türküdür. Və bir sual da vermək istəyirəm. Nadir Şah Əfşar dünya hərb tarixində kimlə müqayisə oluna bilər? Mənə görə Nadir antik İskəndər, Makedoniyalı İskəndərlə, Napoleonla beləçilərlə müqayisə eləmək olar. Bəlkə də onlardan, Sezardan, İskəndər, Sezar, bəlkə də üçüncü Nadir Şah ola bilər. Olardı, amma deyirəm də imkan tapmıyor. Gedib Hindistana gedə-gedə neçə min kilometr, 10 min, 5 min kilometr yüzlərlə tayfaları, millətləri, ölkələri, xalqları ala-ala, işğal eləyə-eləyə gedib düz Dehlidə Hind, onda da Hindistanda türklərdir də hökmüdar. Bəli, Babur Şah. Şahlı türklərdir. Gedib onları da məğlub eləyib, darmadağın eləyib. Orada nə var toplayıb, neçə ton qızıl, brilyant gətirib qoydu farslar üçün. Səməd Vurğunda belə bir ifadə var. Deyir ki, Nadirin qəlbini Çin yedi qat-qat, dilindən salmadı şöhrət sözünü, tacından, taxtından qorxan o cəllat öz doğma oğlunun tökdü gözünü. Belə bir Olub. fakt olub. Olub həqiqətən. Belə bir şey olub, o olub. Sonra da zaten peşman olub, qıcaqlayıb da, amma da qəzəblənən vaxtı bilirsən, böyük adamlarda bəzən çırtqozluq olur da. Çırtqozluq olur, o da bir dəqiqədə özlərindən çıxırlar, amma sonra peşman olurlar. Makedoniya İskəndər ən yaxın dostunu, ən doğma qardaşların qardaşı yoxdur. Qardaş bildiyi adamı ölümə verir, ondan sonra oturub ağlayır, az özünü öldürmək istəyir. İskəndər özünü öldürmək istəyir, Aleksandr. O dostunu ölümə verdiyinə görə. Güclə tutub saxlayırlar. Onlarda belə olur da, böyük sərsərdələrdə bəzən belə cırtqozluq olur. O da olub belə bir şey. Təşəkkürlər, çox sağ olun Ərsən müəllim, minnətdaram sizə. Buyurun əzizim. Sağ olun. Sağ olun. Belə hörmətli tamaşaçılar, dahi yazıçımız filosof Əli Səncadla daha bir verilişin sonuna gəldik. Bizi izləməyi, kanalımıza abunə olmağı, verilişimizi bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.